Sağlam radioda hər səhər. Sağlam ruh, sağlam bədən haqqında danışırıq. Sabahınız xeyir olsun dostlar, gününüz aydın olsun. Sağlam səhər verilişi efirdədir. Deyirlər ki, insan nə yeyirsə odur. Bu sözün müəllifi filosof Ludwig Feuerbachdır. Amma bəzən biz elə yeyirik ki, nə biz yeməyi, nə də yemək bizi tanıyır. Bugün məhz sağlam qidalanmanın sirlərindən danışacaq dostlar. Elə sirlərdən söhbət gedir ki, bədəni doyurmaqla yanaşı, həm də ruhu da bəsləyir. Qonağımızsa çox yaxşı tanıdığınız həkim, biokimyaçı, Andop məzunu Samirə Rızayevadır. Samirə xanım, sabahınız xeyir olsun, xoş gəlmisiniz. Sabahınız xeyir, xoş gördük. Qidalanma deyəndə, doğru qidalanma deyəndə Samirə xanım, avtomatik olaraq dinləyicilərimizin yadına siz düşürsünüz və elə boşuna deyil ki, bugün məhz bizim qonağımız da Samirə xanımdır. Siz də suallarınızı Samirə xanımı ünvanlaya bilərsiniz. 055 93 490 93 bizim WhatsApp nömrəmizdə. Birlikdə öyrənəcəyi qidalar bədənimizdə necə danışır, hansı seçimlər sağlamlığın dilidir. Gününüz sağlam olsun dostlar və bu səhəri də elə sağlam bir boşqabla açmanız diləyilə bizə yazın, bizə qoşulun. Samirə xanım, deyirlər ki, boşqab deyir insanın güzgüsüdür. Kimində rəngarəng tərəvəzlər, kimisində ağ düyü və qızartmalar. Amma çox maraqlıdır ki, sağlam boşqab hamı üçün eyni ola bilərmi? Yoxsa hər bədən öz rəng palitrasını seçməlidir? Əslində qaldıqda sağlam boşqab sağlam qidalanma deməkdir. Bəli, sağlam qidalanma özünə. Bəli, sağlam qidalanma özü də balanslı qidalanmadır, müxtəliflikdir. Müxtəlif qidaların məcmuəsidir. Biz burada həm mineral, həm vitamin, həm də enerji balansımızı qorumalıyıq. Boşqabımız da onu əks etdirməlidir. Yəni bizim boşqabımız o qədər zəngin olmalıdır ki, onun balansı bizə gün ərzində sağlamlığımızı qorumuş və kifayət etmiş olsun. Belə çıxır ki, onda bağırsaqların düzgün işləməsi üçün, orqanizm mineralların mənimsəməsi üçün mütləq şəkildə boşqabın özünün sağlamlığını təyin etmək üçün biz onu 4 hissəyə bölək. Bu 4-dən 2 hissə. Böyük boşqab götürürük. Əslində qalanda bilirsiniz necədir? Böyük boşqab o bir başqa məsələdir. İndi ona toxunacağam. Boşqabın yarı hissəsi olacaq tərəvəzlərimiz. Bəli. İstər bişmiş, istər emal olunmuş, istər bir balaca sadəcə halda, doğranmış halda da ola bilər. Yəni fərq etmir. Amma əsas məsələ odur ki, orada tərəvəzlər mütləq şəkildə istifadə olunmalıdır. Tərəvəz və meyvələr də olar. 4-dən 1 hissəsi zülal, 4-dən 1 hissəsi isə liflərlə zəngin, hətta çörək ola bilər. Liflərlə zəngin. Liflərlə zəngin, mütləq şəkildədir. O ki, qaldı böyük boşqaba, çox qəribə bir şeydir. Mən sənə xəstəyə eyni çəkirsən və yaxud da ki, 2 boşqabı göstərirsən. Boşqabın biri balacadır, orta hissəsi, biri isə böyükdür və orta hissələri eyni ölçüdədir. Sadəcə ölçü olaraq boşqablar. Ölçü olaraq boşqablarda fərq var və inanırsınız ki, şüur altı hər xəstənin seçdiyi bir ayrıdır. Düzdür, biz deyirik ki, balaca boşqab götürməlisiniz ki, içərisindəki qida çox görsənsin gözünüzə. Amma çox vaxt praktika göstərir ki, eyni ölçüdə də olsalar, xəstələr həmişə böyük boşqabları seçirlər. Orta hissə eyni amma psixoloji tərəfdir bu. Yəni daha çox istəyirlər yemək və daha böyük boşqabı seçirlər. Niyə yalnız belə deyək də Samirə xanım, nə yediyimiz deyil, həm də nə vaxt yediyimiz. İnsan ola bilər ki, mən çox sağlıqlı qidalanıram, onu yeyirəm, bunu yeyirəm. Burada bir sual ortaya çıxır. Nə zaman yeyirsən sən onları? Bəli, nə zaman yeməyimiz mütləq şəkildədir. Çox adam deyir ki, səhər yeməyi də vacib deyil. Gedərəm işdə nəsə də alaram, yeyərəm. Yəni o səhər yeməyini adətən buraxmağa çalışır. Bəziləri deyir ki, mən səhər yeməyini buraxıram, elə gözəl arıqlayıram. Amma heç kəs fikirləşmir ki, səhər yeməyi... Mən elə qıcıq oluram o insanlara. Çox kəskin deyirəm, amma həqiqətən falan öynü ötürdüm, səhər yeməyini yemirəm belə. Bilmirəm, daxilimdə bir hələ çox empatiya hissi qura bilmirəm. Qıcıq oluram o insanlara. Bilirsiniz, məsələ nə yerdədir? Heç kəs düşünmür ki, bəs mən gecə yatdım, səhər orqanizma durdu. Mən nəfəs almalıyam, tənəffüs etməliyəm, hərəkət etməliyəm. Yəni, bütün mənə enerji lazımdır. O enerjini siz səhər boşqabından alırsınız. Və axşamdan olsun, bazarlıq etdikdən siz artıq səhərə
elə hazır olmalısınız ki, tez də olsa, əl üstü də olsa, sizin balanslaşdırılmış qidavı səhər-səhər olmalıdır. Yeməlisiniz, yeyəcəksinizsə də beyində işləyəcək, özünüzdə gümrah hiss edəcəksiniz, doyumluluq hissi olacaq. Ancaq siz onu buraxdıqda, əşi buraxdım, gün ortanı da yola verərəm, axşam evə gələndə yoxdur elə bir şey. Deyir, deyirəm, siz artıq yeyirsiniz. Deyir, hə, ola bilər, birazcık. Ola bilər. Deyirəm, axı siz bu beyin qıcıq göndərir, öz glukozasını istəyir. O qıcıqlar o qədər sürətlə olur ki, orqanizma axırda özünü kompensasiya etməyə çalışır. Və fikirləşir ki, bu məni aç saxlayırsa da, bu məni öldürəcək. Mən loş ehtiyat yığım və onu ehtiyat formasında saxlayım. İstifadə edeyim lazım. Hə, pi formasında saxlayım və onu istifadə edim. Yetkin insan bəs gün ərzində ümumiyyətlə neçə dəfə yeməlidir sizcə Samirə xanım? Mən mütləq şəkildə 3 əsas yemək vacibdir. Əsas yemək vacibdir və 1 və ya 2 əlavə yeməklər olmalıdır. Səbəb nədir? Səbəb odur ki, bir qidanın arasında maksimal dərəcədə 3-4 saat vaxt olmalıdır. Səbəb ondan ibarətdir ki, bizim orqanizmamız yediyimiz yeməkdəki glukozanı xərcləyəndən sonra maksimum 2 saatdan sonra əvvəlki glukoza əvvəlki vəziyyətinə qayıdır. Və qayıdır bu maksimal 3 saat dözə bilər də ki, yəni siz onu aç saxlayasınız. Niyə görə 1-2 ara yeməyi deyirəm? Çünki insan var ki, səhər saat 10-da durur. Hər kəsin bir rejimi var. Yəni bu individualdır. Amma mütləq şəkildə durdu, səhər yeməyini yedi. 3 saatdan sonra əgər ara yeməyini yeyirsə də, hardasa gələcək 2-yə 3-ə çatacaq. Gün orta yeməyinin vaxtına çatacaq və 3 saatda axşam yeməyinə gəlib çatanda elə bil ki, biz o ara yeməyi dediyimiz 1 və ya 2 dəfə individualdır. Yəni insanın yaşam tərzindən, insanın işindən asılı olaraq bu dəyişə bilər. İndi bir şey soruşum Samirə xanım, dediniz 3 saat ara. O 3 saat aralıqda ümumiyyətlə insan sudan başqa ağzına heç atmasınmı? Mən indi sağlıqlı insandan, yəni ki, bir problemi, bir narahatlığı olmayan insandan danışıram. Gəlin onda yenə mən biokimyəvi məsələlərə girməli olacağam. Biz yemək yeyirik. Əgər onun tərkibində glukoza varsa da yarım saat ərzində bu maksimal miqdara çatır. İnsulinimiz də ifraz olunur və bunu parçalamağa çalışacaqdır. 2 saatdan sonra qandakı olan glukoza, şəkər, glukoza deyirəm, çox adam bilir. Şəkərin miqdarı gəlir, əvvəlki vəziyyətinə düşür. 2 saatdan sonra, yəni bu sağlam insanda həminki formada davam edir. Siz təsəvvür edin ki, indi siz yemək yemisiniz, bir yarım saat, 1 saatdan sonra yenidən yemək yeyirsiniz, yenidən glukoza qalxır. Və insulin düşməyə çalışdığı anda siz təzədən bir də insulin ifraz etməyə orqanizmanı məcbur edirsiniz. Və bu piklər get-gedə artdıqca artıq orqanizm özünü müdafiə etdiyi üçün insulin rezistentliyin formalaşmasına səbəb olacaqdır. Ona görə də məsləhət görür ki, oturduq, yedik, durduq. Bağla söhbəti də. Onu atın, belə söhbətlər olmasın. Bəli. Yazın əziz dinləyicilər, indi bir anlıq siz də öz səhər yeməyi boşqabınıza baxın. Sağlamlıqdan mı danışır sizə, yoxsa sadəcə vərdişlərdir? Mövzumuz sağlam qidalanmanın sirləridir. Bu barədə sizin də fikirlərinizi eşitmək istərdik. Qonağımız biokimyaçı Samirə xanımdır, Samirə Rızayevadır. Siz də bizə qoşula bilərsiniz, suallarınızı Samirə xanıma ünvanlaya bilərsiniz. Suallarınızın hər birini əlbəttə ki, hər zamanki kimi Samirə xanım cavablandıracaq. Sağlam səhər. Həyata sağlam baxış. Efirdəyik dostlar, 93 FM-də Samirə xanımla bugün biz sağlam qidalanmanın sirlərindən danışırıq. İndi sizi düşünməyə vadar edəcək suallar gəlir. Bu səhər siz nə ilə qidalanmısınız? Yazın bizə. Ümumiyyətlə səhər yeməkləriniz nədən ibarət olur? Boşqablarınızı həqiqətən də Samirə xanımın dediyi kimi 4 hissəyə dediniz də Samirə xanım. 4 hissəyə siz də bölürsünüzmü? Yoxsa orada önəmli deyil, sizin üçün 4 hissəyə bölmək nəyi sevdiniz? Sizi nə doyuzdur, onu yeyirsiniz. Hər birini yazıb göndərə bilərsiniz. Çünki çox zaman biz Samirə xanım yediyimiz yeməklərə son illər düzdür, başdan
başlamışıq artıq fikir verməyə ki, o hər yediyimizdə nə fayda alırıq, amma uzun illər heç onu düşünməmişəm. Əslində doydum. Az-maz da biraz faydası olsa bəsdir, doymaq faktoru əsasdır. Zülal yağ və karbohidratları düzgün şəkildə necə bölüşdürmək olur? O dediyimiz, indi səhər boşqabında bunu bölüşdürdük. Digər öğünlərdə onu necə bölüşdürək Samirə xanım? Digər öğünlərdə də onu nəzərə almalıyıq. Çünki günümüzdə ümumiyyətlə hər qidalanmamızda bizdə 45-50% karbohidrat təşkil eləməlidir. 25% yağlar, 25% zülallar. Zülal deyildə nəyə nəzərdə tuturuq? Əti, südü, tərkibində zülal olan qidalı maddələri nəzərdə tuturuq. Karbohidrat dedikdə bu meyvə, tərəvəz nəzərdə tuturuq, salatları nəzərdə tuturuq. Və yağlar dedikdə toxumlarda ən çox olur. Avokadoda olur, kətan toxumunda olur, zeytun yağını istifadə edirik. Yəni hər porsiyamızda mütləq şəkildə onu nəzərə almalıyıq. Və düşünməyin ki, ay biri olsa, o birisi olmasa, xeyr, elə deyildir. Gün ərzində balanslı qidalanma və qidalanmamızın tərkibində olan qida məhsullarının müxtəlifliyi sizin sağlamlığınız və düzgün, normal həyat tərzi keçirməyiniz deməkdir. Məhsullardakı gizli şəkərlər niyə təhlükəlidir Samirə xanım? Bilirsiniz necədir? Məsələn, qazlı suları götürək. Biz qazlı suyu içəndə fikirləşmirik ki, ən əsası odur ki, bizə rahatdır, komfort verdi, çox ondan sevinir, xoşbəxtlik tapır. Amma onun hətta tərkibində deyir ki, bizim yağlarımızı əridir, qoymur bizi kökəlməyə. Bəli, buna da inananlar var. Amma əslində, bəli, mənim bir pasiyentim var, nə qədər desə də gəlir deyir ki, kökəlirəm, deyirəm neyinizə. Siz bilirsiniz də deyir, mən yayda qazlı su içməsəm, şirin qazlı su içməsəm mən yaşaya bilmərəm. Deyirəm, mən nə etməliyəm? Deyir, nəsə et, deyirəm, nə edə bilərəm? Siz mənə deyin. Nə bu qədər ki, siz bu psixoloji halınızdan deməli davam edəcəksinizsə də mən sizə heç bir köməklik göstərə bilməyəcəm. İstəməsə mümkün deyil yəni. Bəli, birinci növbədə bu psixoloji faktordur və o yediyimiz məsələn çörəkdir. Fikirləşmirik ki, çörəyin içində şəkər var. Yəni bu da karbohidratdır, şəkər var. Qazlı sularda şəkər var. Yəni bu gizli şəkərlərdir ki, hansı ki biz bunun haqqında düşünmürük. Çox şirin meyvələrdə. Yəni ona görə də balanslaşdırılmış qidalanma biz dedikdə deyirik elə qidalar yeyin ki, bu sizə gələcəkdə diabet xəstəliyinə gətirib çıxartmasın. Çünki bunun ağırlaşmaları var. Ola bilər ki, hər hansı bir insan gəlir, kökdür, görürsən çəkisi var və sən bunun müayinələrdən keçirdəndə biokimyəvi göstəriciləri görürsən ki, normaldır, şəkər normaldır, amma sən bilirsən ki, bu zamana bağlı bir məsələdir. Yəni bir müddət sonra. Bəli, bir müddət sonra fakt olaraq neçə illərdən sonra biz bunu görürük. Yəni insan davamlı olaraq elə həyat tərzi keçirirsə də, yəni yox məndə hər şey normaldır deyib vaz keçmək düzgün deyildir. Ona görə Samirə xanım biz bəzən düşünürük ki, məsələn də sağlam qidalanırıq, hər şey yeri-yerində, qaydasında yeri, amma nə bilim orqanizm zəifdir, immunitetin belədir, amma filan kəs var, nə gəldi yeyir, necə gəldi yeyir, maşallah sağlamdır, heç nə olmur. Olur. İstisnalar da var. Amma siz dediyiniz kimi müəyyən zaman sonra üzə çıxadır. Bəli, birincisi üzə çıxacaq. Bir də hər bir kəsin yaşam tərzi eyni deyil. Biri var ki, siz səhər-səhər durursunuz yuxudan, qidalanırsınız, gedirsiniz. Ofisə oturaq həyat tərzi keçirirsinizsə də, siz heç bir fiziki aktivliklə məşğul deyilsinizsə də, sizin ölçüləriniz kiçikdirsə də, boynunuz kiçikdir, orqanizminiz, yəni o onu tələb etmirsə də sizə lazım olan enerjini, yəni yediyiniz yemək izafidirsə də özünü göstərəcəkdir. Amma da insan da var ki, məsələn 2 metrə yaxın boyu var. Hündürlüyü var, fiziki aktivliklə məşğul olur. Bu adam bütün günü ayaq üstündədir. Bu enerji sərf edir. O enerjini, yediyi qidanın enerjisini sərf etməsə, o da onun pi formasında yığılıb qalacaqdır. Amma onu da yeməsə də, bu yazıq necə qaçacaq?
necə hərəkət eləyəcək? Yəni hər bir kəs individualdır. Biz niyə deyirik ki, dietoloqa ehtiyac var? Dietoloq ona görə ehtiyac var ki, indi hamı ChatGPT-yə vurur, fikirləşir ki, ayda mənim qidalanmam bu bəs eləyir. Burada boy nəzərə alınır, çəki nəzərə alınır, yaşam tərzi alınır. Yəni analizlərin nəticələri də mən bildiyimdə bəli. Müayinədən keçirsiniz. Dəmirə tələbatınız varsa da dəmir artırılır, qida rasionunda maqneziuma varsa da ehtiyac o tərkibdə qidalar artırılacaqdır sizə. Sizin mədə bağırsaq problemləriniz varsa da sizə ona uyğun diyeta yazılacaqdır. Yəni bu bir dəfə individual işlənilir. Sizə deyilir ki, bax sizin bu falan problemləriniz olduğuna görə sizə falan şeylər olmaz və ondan sonra hər hansı bir nəticə əldə edirsiniz. Yəni yox qonşum falan şey elədi. Falan kəs falan şey yedi. Yəni o qədər yaxşıdır ki, mən də onu eləməliyəm, elə deyil. Elə bir söhbət, elə bir dünya yoxdur. Bəli, elə bir dünya yoxdur. Qısa fasiləmiz olacaq, amma öncəsində sual-cavab rubrikamız diqqətiniz bizdə olsun, daha sonra buradayıq. Sual, cavab. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyəti nə məqsəd daşıyır? Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin fəaliyyəti əhalinin sağlamlığının və ətraf mühitin qorunması məqsədi ilə əhalinin sanitar-epidemioloji rifahının təmin edilməsi sahəsində pozuntuların qarşısının alınması, aşkar edilməsi və qarşısının alınması, əhali arasında kəskin yoluxucu xəstəliklərin baş verməsinin qarşısını almaq, işə götürənlərin sanitar-gigiyenik və sanitar-epidemioloji norma və qaydalara əməl etməsinə dövlət nəzarətini həyata keçirməkdən ibarətdir. Sual, cavab. Bəzən sağlamlıq üçün böyük addımlar deyil, sadəcə bir düzgün seçim kifayətdir. Günə şuurlu bir səhər yeməyi ilə başlamaq kimi, bəlkə də elə bugün bir dəyişiklik etmək istəyirsiniz, amma hardan başlamağı bilmirsinizsə, yazın bizə 05593 490 93 bizim WhatsApp nömrəmizdir. Samirə xanım sizin suallarınızın hər birini cavablandıracaq. Yeri gəlmişkən qonağımız Samirə Rızayevadır. Samirə xanım həkim biokimyaçı və Andop məzunudur. Samirə xanım, mən çox istərdim ki, biz biraz da yağlardan, karbohidratdan, zuvaldan danışdıq. Liflərdən danışaq ki, niyə liflər bizim bağırsaq sağlamlığımız üçün vacibdir? Liflər bizim bağırsaq fəaliyyətimiz üçün, gələcəkdə diabet xəstəliyi tutmamaq üçün, onların hamısı üçün çox vacibdir. Çünki o şəkərin balanslaşmasında da iştirak edir. Məsələ bundadır ki, amma ən vacibi biz həmişə bağırsaqlara və bağırsağın bakterial florası üçün vacibliyini qeyd edirik. Liflər digər qida məhsullarından fərqli olaraq gec həzm olunur, kütlə yaradır. Bizim bağırsağımızın normal işləməsi üçün bağırsaqlarda kütlənin olması mütləq şəkildədir. Siz əgər ağ çörəyi götürək və lifli qidanı götürək. Ağ çörəyi orqanizmə daxil olanda islanır axı. Mədə şirəsi ilə islanır, bağırsaqda olan müxtəlif fermentlər vasitəsilə və bu sürətlə hərəkət etdikcə axıra doğru bu get-gedə yığılmağa başlayır da. Siz təsəvvür edin ki, bir dilim çörəyi götürün. Mən həmişə elə başa salanda daha yaxşı mənə başa düşürlər. Bir parça çörəyi isladın və əlinizdə sıxın. Maksimal dərəcədə çıxın, çünki bağırsaq sıxır bunu. Lazım olan qida maddələrini alır. Bu fikrinizi mən yadımda həmişə saxlamışam. Siz deyirdiniz meyvələrdə də yeyəndə də, məsələn də götürək ki, çiyələyi yeyəndə sıxdın bir ovucdan nə qalır? Yəni həmişə beynimdə o fırlanır artıq. Bəli. Biz qida maddələrini alırıq. Ancaq siz paralel olaraq bərk lifli meyvələr yeməlisiniz. Göyərtidir, bərk lifli, bərk içərisində lifləri var. Yəni lifli qidalardan mütləq şəkildə istifadə etmək lazımdır. Siz çörəyi maksimal dərəcədə sıxdınız və sıxanda sizdə artıq balaca bir yumru bir kütlə əmələ gəlirdi, odur. Amma siz kələmi götürün. Sıxın ki, sıxasınız ki, yəni bu liflər nə qədər də sıxsanız, məsələn, kələmin özü probiotik vəzifəsində yerinə yetirir. Yəni bağırsaqda çürüyə, müxtəlif bakteriyaların, yəni inkişafı üçün, bakteriyaların inkişafı da üçün də orqanizmin normal florasının inkişafı üçün də mühit lazımdır. Yəni bu çürümə prosesləri getməlidir, onlar inkişaf eləməlidir. Yəni siz onu nə qədər də sıxsanız, o kütlə qalacaq. Və o kütlə sizin bağırsağınızın normal işlənməsinə kömək yardımçı olacaqdır. Ona görə də çox vaxt mənə qəbizlik deyəndə deyirəm, necə yemək yeyirsiniz? Deyirəm. Deyirəm, nə yeyirsiniz? Pendir çörək yedim, şorba içdim.
Elə məsələn qidaların adlarını çəkir ki, Bilirsiniz, biz elə öyrəşmişik həmişədən. Bu günlərdə anamla da söhbət edəndə mən ona izah edirəm ki, yəni əvvəllər təbii ki, pendir də xeyirlidir, yağıdır, həqiqi təndir çörəyidir. Amma biz elə bilirdik ki, sadəcə elə o pendiri yağı çörəyin üstünə çəkib yeməklə bu bizim səhər yeməyimizdir. Biz belə öyrəşmişik. Yəni zamanla artıq bu anlayışlarımız bizim dağılır və başa düşürük ki, o da yaxşıdır, amma onun yanında siz dediniz ki, bəli, mütləq şəkildə onun yanında filan şey də olmalıdır. Bəli, çünki gün ərzində minimum yarım kilo meyvə tərəvəz tükətmək lazımdır. Bəli. Bu kilo yarıma qədər davam edə bilərik. Bir də söz soruşum. Şorba dediniz və meyvə tərəvəzdən danışanda, məsələn, götürək ki, brokolidir, gül kələmidir, nə bilim, kökdür, şorbanın içinə qatırsan. Onların da yəni bir o tərəvəz kimi, lif kimi bir rol oynayırmı bizim bağırsağımız? Yoxsa boşuna yeyirik onları şorbaları? Yox, əslində o da bir lif kimi gedir. Mən yəni blenderdan keçirilmiş halda demirəm. Bəli. Deyirik, firavna ümumiyyətlə o da nə qədər emal olunacaq, amma liflər qalacaq tərkibində. Lif heç ara getmir axı. Məsələn, kələm şorbasıdır, borş deyirik də biz. Yəni nəhayətində onun da bir xeyri var. Bəli, mütləq şəkildə tərəvəz şorbalarının böyük əhəmiyyəti var. Çörəkdən bayaq o danışdınız ki, ağ çörəyi sıxmaqdan. Ümumiyyətlə sağlam qalmaq üçün çörəyi və makaronu tamamilə çıxarmaq lazımdır ki, biz xalq olaraq sevirik. Məsələn, mən xəmir məhsullarını çox da sevmirəm, amma yəni mən dünyanın heç bir yerində makarona və o spagetti dediyimiz onların heç birini mən yox deyə bilmirəm. Yəni ki, müxtəlif soslarla çox sevirəm və qədərində də yeyirəm də təbii ki. Amma ümumilikdə götürəndə çörəyi və makaronu çıxartmaq lazımdırmı? Xeyr, lazım deyil. Çünki əslində bərk lifli çörəklər deyirik ya bizdə. Bilirsiniz, qarşınıza qoyduğunuz yeməkdən hansı fayda götürəcəyinizi düşünərək yeyin. Aha. Bərk lifli tərkibində axı başqa mikroelementlər də var çörəyin tərkibində. Biz ora qarabaşaq unu əlavə edirik. O da lif gedir. Müxtəlif chia toxumu kimi əlavə edir. Kimi hansısa da balqabaq tumu əlavə edir. Yəni onları əlavə etdikcə biz ondan fayda götürürük. Mikroelementlərlə zənginləşdiririk o çörəyi və yeyirik. Və əslinə qalanda makaron və un məmulatları lazımdır, amma faydalı undan, bərk lifli unlardan hazırlanmış qida maddələri, ondan istifadə etməklə ondan qida maddələri hazırlamaq lazımdır. Yəni düzünə qalsa İtalyanların məsələn makaronu ilə, yəqin ki bizim makaronun arasında xeyli fərq var. Aha. Seçim etmək lazımdır. Onlar özləri hazırlayır. Bəlkə un növlərindən hazırlayır. Yəni onların hamısı, yəni yedikdə də fərq hiss eləmək olur. Ki onların makaronu ilə bizim makaronlarımızın arası fərqlidirlər. Bəli. Və onlar faydalıdır. Ona görə də kökəlmirlər. Mən İtalyanları düzü kök görə görmədim. Yəni ona görə də kökəlmirlər və qədər söhbəti var. Miqdar söhbəti var. Siz o makaron yanında nə tükədirsiniz söhbəti var. Və inanın ki o yumuşaq götürdüyümüz makaronlarda siz ətlə yeyəndə biz nəyi nə ilə uyğunlaşdırmağı da fikirləşməliyik. Məsələn, adi bir məsələni danışacağam, sizə də maraqlı gələcək. Baxın, əti götürək tərəvəzlərlə blenderdən keçirdək. Siz onu açanda görəcəksiniz ki, onlar dən-dən dayanıblar. Siz əti götürün, yumuşaq makaronla və ya çörəklə, ağ çörəklə blenderdən keçirdin. Blender deyirəm, çünki bizim orqanizmamızda xırdalayırıq da onu, nəyləsə. Siz görəcəksiniz ki, o ətlə çörək o qədər bir-birinə yapışacaq ki, onun orqanizmada mənimsənilməsi ləngiyəcək. Siz deyirsiniz ki, mən ət yeyirəm, amma mənim dəmirim qalxmır. Səbəbi nədir? Nəyi nə ilə uyğunlaşdırmağın da məsələsi var. İndi məsələn, mən özümdən götürəm, mən indi əti çox sevən deyiləm də, mənim üçün o müxtəlif soslar kifayətdir o makaronu yeməyə. Amma indi ələxsusda kişilər deyək də, ətsiz makaron yemirlər axı Samira xanım. Nətər eləyək? Bəs ona görə də deyirik ki, bərk növ əgər siz bərk növ makarondan da o əti blenderdən keçirsəz, yumuşaq növdən də keçirsəz, ayrı-ayrı fərqlər görəcəksiniz. Bəli. Çox təşəkkür edirəm Samira xanım. Çox maraqlıdır. Bir də danışırıq və bir də ayılıram ki, artıq reklamların zamanıdır. Qoşulun bizə 055 93 490 93. Bizim WhatsApp nömrəmizi, suallarınızı yazın, Samira xanıma ünvanlayın. Siz nələri yemək istəyirsiniz? Ümumiyyətlə nələri miks eləmək istəyirsə, dinləyicilərimiz bilmirsə, yazsınlar sizə Samira xanım nəyi nə ilə yemək olar, ən ideal versiyaları sizə deyəcək. Qısa bir fasilədən sonra yenidən buradayıq.
Reklam. Sağlam səhər. Sağlamlıq üçün lazım olan hər şey. Efirdəyi dostlar, bizə qoşula bilərsiniz, yazın suallarınızı göndərin. Samirə xanım bugün bizim qonağımızdır və efirimiz çox maraqlıdır. İnanın ki, fasilədə belə mən Samirə xanımı rahat buraxmıram. Onu soruşuram, bunu soruşuram. Siz də yazın bütün suallarınızı. Samirə xanım mütləq sizin suallarınızın hər birini cavablandıracaq. Samirə xanım, su mövzusuna həmişə toxunuruq. Mən istəyirəm ki, bu elə bir mövzudur ki, yenə də toxunmalıyıq suya və gün ərzində nə qədər su içmək lazımdır? Sudan danışarkən də hər zaman dinləyicilərin ağlına belə bir sual yaranır ki, çay və qəhvə də, yəni mayedir də. Mən sizə soruşuram ki, onu tam maye hesab etmək olarmı? Dinləyicilərimizin adından da belə deyim. Gün ərzində 2,5-3 litrə yaxın su tükədilməlidir, amma bu da individualdır. Yəni biri fiziki aktivliklə məşğul olsa da əlbəttə ki, daha çox su içəcək. Yay aylarında biz daha çox su içirik. Yəni hamı da deyir ki, yay aylarında elə yaxşı su içirdim ki, indi su içə bilmirəm də. Hətta suyu çox sevməyən insanlar da yayda artıq məcburiyyətdən içir, çünki yanırlar deyir, susuzluqda. içə bilmirdim. Yayda elə gözəl içirdim, amma indi ümumiyyətlə içə bilmirəm də. Amma bundan əlavə də məsələn hansı ölkədə yaşamağınız da vacibdir. Boyunuz, çəkiniz, hər bir şey təsir göstərir, amma hər çəkiyə nisbətdə hər 1 kiloqrama 30-35 milli su düşür. Yəni çəkinizə uyğun su içməlisiniz. Niyə su içməliyik? Çünki bütün biokimyəvi proseslər, yenə də deyirəm, suyun tərkibində baş verir. Hüceyrə sudan ibarətdir. Orqanizmin 70%-ni su təşkil edir. Hüceyrənin 80%-ni su təşkil edir və su olmasa, yəni adicə xəstələnirik qrip vaxtı. Tamam ki, hər hansı bir yoluxucu xəstələnir, biz deyirik su tükədin, su tükədin. Çünki immun sistemin düzgün bütün baş verən proseslərin normal getməsi üçün mütləq şəkildə su vacibdir. Əgər gün ərzində insan 7-8 dəfə ishal olursa da, yəni bağırsağı işləyirsə də təcili su köçürülməlidir. Yəni orqanizmdə dehidratasiya baş verir və insan komaya düşə bilər. Mütləq şəkildə insan qaytarırsa da gün ərzində mütləq şəkildə su içməlidir. Yəni onların hamısı şərtdir. Amma çayla qəhvə qismən deyə bilərəm ki, mayedir və sudur, amma saf su deyil də. Saf su deyil. Bundan əlavə də istər çay olsun, istər qəhvə olsun, bu sidik qovucudur. Onu hamı bilir ki, çayı içəcəyik, bu çayın tərkibində məsələn ot çayları var ki, hansı ki sidik qovucu təsir göstərir, qəhvə sidik qovucu təsir göstərir və siz suyu itirəcəksiniz və daha çox suya tələbatınız olacaq. Və onları da mütləq şəkildə günün hansısa saatlarında içməlisiniz. Məsələn, qəhvəni mütləq şəkildə günün birinci yarısına salın, ikinci yarısına salın. Çünki günün sonunda siz onu içəndə o sizdə yuxusuzluq əmələ gətirəcəkdir. Çünki o maddələr mübadiləsini sürətləndirir, antioksidanttır və sidik qovulmağa meyillik yaradır. Bu bütün hamısının biokimyəvi proseslərin sürətləndirməsi ilə əlaqəlidir. Sizin orqanizminiz axşama doğru istirahətə getdiyi vaxtda siz qəhvəni içib onu daha da oyadırsınız. Və bu da normal maddələr mübadiləsinin getməyinə səbəb olmayacaqdır. Yəni maye, su, adi su mütləq şəkildə insan orqanizması üçün vacibdir. Samirə xanım, qəhvəni içmək üçün ideal vaxt nə vaxtdır? Səhərlər. Mənim üçün səhərlər. Yeməkdən sonra da yəqin ki. Bəli, yeməkdən sonra olsa lap yaxşı. İnsan ac qarnına siz təsəvvür edin ki, mədəniz boşdur. Siz qəhvəni tökürsünüz və o qıcıqlandırıcı təsirə malikdir. Siz ac qarnına necə qəhvəni? Mən bir neçə dəfə sınamışam ac qarnına, olub da, yəni çox az hallarda. Bəzi insanlar deyir ki, məni tox tutur. Amma məni isə əksinə daha tez müddətə acdırıb. Maddələr mübadiləsi sürətləndir, enerji sərf olunur, qan dövranı sürətlənir və istər-istəməz enerji tələbatı olduqdan sonra yeməyə siz meyilli olacaqsınız. Yəni orqanizmınıza siz qulaq asırsınız, amma insan var ki, qulaq asmır. Yəni özünə nə sərf eləyirsə də onu da deyir. Və ondan sonra düzü mən elə daima içməmişəm, amma son zamanlar çox xoşuma gəlir qəhvəni günorta saat 3-4 arası içmək. Saat 1-də günorta yeməyini yeyəndən 1-2 saat sonra hardasa. Siz elə bil ki, ikinci aralıq yeməyə salırsınız. İstirahət elədiyim bir başqa ab-hava gəlir. O aralıqda. Ola bilər, amma əsas yuxuya getməmişdən qabaq olmasın. Bəli. Biz dedik gündüz və səhər vaxtı mümkündür. Təbii ki, tox qarnı. Bəli. Yazın, suallarınızı göndərin. Qısa fasiləmiz var. Sonra biz yenə də efrimizə qaldığımız yerdən davam edəcəyik. Sağlam səhər. Həyata sağlam baxış.
Yazın dostlar, qoşula bilərsiniz bizə. Suallarınızı yazın. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir. Suallarınızı yazıb Samirə xanıma ünvanlaya bilərsiniz. Sağlam qidalanmanın sirlərindən bu gün danışırıq. Sağlam qidalanma deyəndə bir də Samirə xanım bizə uşaqlıqdan həmişə öyrədilən bir şey var ki, ağzında yemək olanda danışma. O yeməyi şuurlu şəkildə ye, yavaş ye, tələsmə və istərdim ki, bu niyə belə olmalıdır? Bu niyələri bizim üçün açasınız. Niyə ona görə olmalıdır ki, tez-tez yemək lazım deyil. Mütləq şəkildə ağızda çeynənməli və islanmalıdır yemək. Çünki bizim ağız suyumuzun tərkibində yenə deyirəm ki, 60% amilazanın əsas hissəsi 60% ağız suyu bəzlərində yerləşir və ilkin karbohidratların parçalanması, şəkərin parçalanması ağızda gedir. Və bizim də hər bir dişimizin özünün qidanın parçalaması üçün öz funksiyası vardır. Ön dişlərdən başlamış kəsici dişlər, yəni çeynəmək üçün olan arxa dişlərimiz, yəni bütün bu dişlərdə bu emal olunmalı və ağzı ötürməlidir. Amma çox zaman televizora baxarkən, danışarkən tez-tez biz qidanı udmağa çalışırıq. Və qidanı udduqca qida artıq islanmamış vəziyyətdə, çeynənməmiş vəziyyətdə, diri-diri orqanizmə daxil olur. Diri-diri başqa bir orqan bunu xırdalamayacaq. Başqa bir orqan isladacaq. Hərəkətlik nəticəsində ötürəcək başqa bir orqandan. Onu xırdalayan sadəcə ağız boşluğudur. Bəli, ağız boşluğudur. Siz desələn ki, üzdən, siz hansı massa ilə, kütlə ilə bunu götürmüsünüzsə də, bu üzərindən islanacaq, amma lazım olan qida maddələri içərisində qalacaq və çox zamanda mədədə ağırlıq hissi mütləq şəkildə olacaqdır. Çünki həzm prosesi getmir, yalnız üzəri islanılır və bu bağırsağa da böyük kütlə şəklində örtüləndə istər-istəməz ağrılar yaradacaqdır. Ona görə də şuurlu şəkildə yeməyə oturduqsa da və çox adam deyir ki, sizin incə dediyiniz kimi ki, flankəs arıqdır, elə yeyir, amma mən bir tikə yeyirəm, tez-tez yeyir, nə boyda, onu yediyindən yeyirəm, elə. Çünki həminki insan 20 dəqiqə vaxtını ayırır, oturur və başlayır yemək yeməyə. Çünki siqnal da, doyumluluq siqnalı da elə 20 dəqiqəyə çatır. Bəli, 20 dəqiqəyə çatacaqdır. Siz onu siqnal gəlmədiyinə görə siz daha çox yeməyə çalışırsınız. Amma bir də var ki, siz şuurlu şəkildə oturdunuz. Yemək mədəniyyəti deyilən bir hissə də var. Yəni oturursunuz, hər bir ehtiyatla, fikirləşə, zövq ala. Yeməkdən zövq almaq lazımdır. Tez-tez mən çox yeyirəm, yeməyi sevirəm anlayışı hələ ki, yəni sizin yeməyi sevməyinizi dəlalət etmir. Çünki yeməyi sevən adam, o qurmanlar deyirlər, ağızda çeynəyir, ondan zövq alır, hər bir hissənin dadını bilir. Bizim uşaq vaxtı, məsələn, çeynədiyimiz qidalar, elə qidalar var ki, biz deyirik ki, bu mənə yeni ili xatırlardır. Mən bilirəm ki, hamının yaddaşında mandarin yeni ili xatırlardır. Yəni, hər bir bayramın özünün elə bil ki, asasiyası olduğu bir dadı var. Çünki dad var. O dadı siz, anamın xörəyinin dadı gəlir. Yəni, hansısa kimisə bişirdiyi xörəyin dadı gəlir. Çünki siz onu zövq ala yemisiniz. Siz onun hər tikəsinin dadını bilirsiniz. Və o da şuur altı sizdə həkk olunur. Deyirsiz, ayda bir alma yedim, elə gözəl almaydı ki, filan bağda yediyim almaya oxşadı. Samirə xanım, o yeməklərdən danışdınız. Elə xüsusi bu ədviyyat ola bilər, hansısa bir göyərti növü ola bilər, nəsə də hansısa bir meyvə ola bilər. Onun qoxusu sizi həmişə aparır, yəni ki, uzaqlara və duyğusal bir bağınız olduğu bir qoxu. Bəli, kəhliyotu. İnanmazsınız ki, mənim anam həmişə biz uşaqlıqdan kotletə kəkliyotu qatırdı. Yer gəlmişkən siz onu mənə də demişdiniz, mən də artıq o üsuldan istifadə edirəm. Bəli, kəkliyotu. Adı lülənin tamı da çox vaxt lüləyə də qatılır və mən o kəkliyotu dadını onda sevirəm. Mən kəkliyotunu dolmada sevirəm, yarpaq dolmasında sevirəm. Yəni o mənim anamın yeməyinin dadını verir. Çünki ailə qurandan sonra, yəni mən qaynanamla birlikdə yaşayırıq. Onlar sevmədikləri səbəbindən və hər ikisində təzyiqi var. Deyirəm ki,
çəkliyotu təzyiqin salınmasına xidmət edir. Yəni desəm də, yəni damaq zövqü söhbəti var. Yəni ona görə də anam gilə gedəndə mütləq şəkildə onun yeməkləri mənə çəkliyotunu xatırladır. Siz də yaza bilərsiniz dostlar. Mövzumuzla bağlı fikirləriniz, suallarınız, sizi narahat edən məqamlar varsa yazın, göndərin. Evdə hazırlanmış yemək və restoran yeməyi arasındakı fərqlər nədən ibarətdir? Bu ayrı bir mövzudur. Çox adam deyir ki, mən restorana getdim, yeməyi heç nə tapmadım. Əslində elə deyil. Sizin seçdiyiniz yeməkdən asılıdır. Düzdür. Evdə hazırlanan yeməyin keyfiyyəti ilə restoranda hazırlanan yeməyin keyfiyyəti müxtəlif ola bilər. Çünki siz evdə yemək hazırlayasınızkən hansı yağdan, hansı pendirdən, hansı məhsullardan istifadə etdiyinizi 100%-liklə bilirsiniz. Amma getdiyiniz restoranda siz bunu bilməyə də bilərsiniz. Amma bizdə bir adət var. Biz mütləq şəkildə əgər salat sifariş ediriksə də, mütləq şəkildə fikirləşirik ki, yanında başqa bir yemək də sifariş etmək lazımdır. Amma siz o salata baxsanız, siz salatda görəcəksiniz ki, salatın tərkibində mən həmişə deyirəm, bax adicə Sezar məsələn də hamı sevir də. Sezarın içərisində həm liflər var, həm əti var. Hər bir şey var və pendiri var, kalsiumu var. Siz bir onunla da kifayətlənə bilərsiniz. Bir salatla da kifayətlənə bilərsiniz. Vacib deyil ki, və yaxud da ki, mən getdim kabab yeməyə. Siz kababı yeyirsiniz, sizə mütləq şəkildə yanında tərəvəz sifariş etməlisiniz. Səbəb nədir? Çünki ət gec mənimsənilir. Amma sizdə acılıq hissi var. Və tərəvəzi siz yeyirsiniz. Birincisi pomidor yeyirsinizsə də ətin dəmirin mənimsənməsinə sizə yardımcı olacaq. Əgər sizin sağlamlığınız ona imkan verirsə də. Yenə deyirəm ki, hər bir şey individualdır, şəxsidir. Amma məsələn, turş məhsullar bilirik ki, dəmirin mənimsənməsinə yardımcı olur. Və siz o salatı yedikdə, sizdə bir müddət ərzində salat həzm olunacaq. Sonra artıq ətiniz həzm olunacaq. Deməli bu onunla bağlıdır. Mən həmişə doğrudan mən də fikir vermişəm ki, bu bəzən restoranlara gedib lunch menyusu seçəndə həvəslə seçirsən, amma hər dəfə fikir verirəm ki, mən o salatdan sonra dərhal doyuram. Qəribə bir şeydir. Deməli bu liflərlə zəngin olduğu üçün o doyumluq hissini ətdən fərqli olaraq dərhal gətirir. Lifin ən gözəl xüsusiyyəti ondan ibarətdir ki, lif doyumluq hissinin yaranmasına kömək edir. Yəni istəyir, özüm də təcrübə etmişəm, pasiyentlərə də deyirik. Yəni o lifli qidanı yeyəndən sonra siz artıq birincisi mədədə doluluq hissi yaranır, doyumluluq hissi yaranır. Tez həzm olunan karbohidratlara nisbətən gec həzm olunur və bütün bunları nəzərə alaraq hissə olur da. Elə bir ki, bir var ki, siz hər hansı bir, biz niyə deyirik ki, şirəni içməyin? Düşdü karbohidrat, şəkər düşdü, tez həzm olundu, acılıq hissi yenidən sizdə yaranacaqdır. Bir də var ki, bu növbə ilə həzm prosesi gedir, doyumluq hissi yaranır və insan da artıq qidaya ehtiyac olmur. Çünki həzm olunana qədər orqanizm də sizdən yemək tələb etməyəcək. Beyin tələb eləmir. Bu hissə qlukozası ödənilir. Hər bir şey hissə olduğuna görə o sizdən heç nə fikir verir. Bağırsaq işlədi, beynimizə siqnal getdi, doyumluq hissi yarandı, enerji cəhətdən enerjimiz oldu. Və nə lazımdır bizə? Hər şey var. Hər bir şey var. Vitaminləri var, mineralları var. Yəni sink gəlir, maqnezium gəlir, vitamin də gəlir. Bütün onlarda bir ayrı söhbətdir ki, məsələn, hansı qida digər bir qidanın mənimsənilməyinə səbəb olur. Bax dedim ki, turş məhsullar dəmirin mənimsənilməyinə səbəb olur. Yağlı, çünki vitamin D yağda həll olan vitamindir. Yağlı qidalarda vitamin D deyirik ki, yağlı qida ilə yeyin. Çox təşəkkür edirəm Samirə xanım. Dostlar, qısa fasiləmiz olacaq. Fasilədən dərhal sonra yenidən efirdə olacaq. Sağlam səhər, sağlamlığa aparan yol xəritəniz. Sağlam səhər. Efirdəyik dostlar. Bizə qoşulun, amma sual-cavab rubrikamız var. Gəlin birlikdə sual-cavabımızı eşidək. Daha sonra efirimizə Samirə xanımla davam edək. Özəl tibb müəssisələrində yoxlama aparılarkən qanun pozuntusu aşkar edildikdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən hansı addımlar atılır? Yoxlamalar nəticəsində əldə edilmiş hər bir fakt rəsmiləşdirilir və bu yoxlayıcıların aktı ilə təsdiq edilir. Qanun pozuntusu olduğu təqdirdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyatı orqanlara
məhkəmə və ya digər orqana göndərilir və yalnız aidiyyatı orqanın qərarından sonra cərimə tətbiq edilir. Həmin pozuntu təkrar olunarsa, müəssisə yenidən cərimələnir və qanunsuz fəaliyyətin dayandırılması barədə bildiriş göndərilərək məsələ artıq hüquq mühafizə orqanlarına və digər aidiyyatı qurumlara yönləndirilir. İnsan həyat və sağlamlığına zərər dəyməsi faktı aşkarlandıqda isə məsələ cinayət işi kimi prokurorluq orqanlarında araşdırılır. Sağlam səhər. Bütün ailəniz burada sağlam olacaq. Sağlam olmaq üçün 93 FM-i dinləyin, Samirə xanıma suallarınızı ünvanlayın və sizin suallarınızın hər birini Samirə xanım elə canlı-canlı bizim efrimizdə cavablandırsın. Odur ki, vaxt itirmədən yazın göndərin. Samirə xanım, bayaq biz restoranda evdə yeməklərdən danışdıq və digər maraqlı məqamlardan biri də, suallardan biri də mənə görə odur ki, hansı məhsullar evdə həmişə olmalıdır? Birinci növbədə düşünürəm ki, evdə həmişə meyvə tərəvəz olmalıdır. Bir mənalı şəkildə. Bir mənalı şəkildə. Demirəm ki, qışda mütləq şəkildə sizin pomidor xiyarınız olsun, amma mütləq şəkildə tərəvəz dedikdə tək pomidor xiyardan söhbət getmir. Bu kələmkimlərdir, bu yerköküdür, çuğundurdur, payızda olan məhsullar, qışda olan məhsullar, hansılar ki, saxlamaya uyğundur, o tərəvəzlər mütləq şəkildə evdə olmalıdır. İkinci növbədə isə artıq zülallar gəlir. Zülalı qidalara mütləq şəkildə ehtiyacımız vardır. Bu ətdir, süddür, digər məhsullardır, süd məhsullarının qatıqdır, yəni evdə mütləq şəkildə olmalıdır. Sonlar isə yağlarımıza mütləq şəkildə diqqət yetirməliyik. Məhsulların etiketlərini necə də düzgün oxuyaq? Mənim üçün birinci növbədə saxlanma müddəti, yəqin hamı üçün elədir, saxlanma müddətidir. Bəli. Amma qeyd etmək lazımdır ki, əsas birinci növbədə tərkibinə baxmaq lazımdır. Yəni üzərində fikir vermədiyimiz və mütləq şəkildə nəzərə almaq lazımdır ki, əgər hansısa bir enerji cəhət yazılıbsa da, bu 100 qram məhsula nəzərdə tutulub yazılıbdır. Siz məsələn hər hansı bir şirniyyat vasitəsi alırsınızsa, üstündə 540 oxuyursunuzsa da, bu o deməkdir ki, o məhsulda olan enerji dəyəri onun 540-dır. Seçim sizdikdir. Yenə həmişə mən xəstəyə də deyirəm. Siz bir var ki, siz o şirniyyat məhsulunu götürəsiniz, onu yeyəsiniz və özünüzü xoşbəxt hiss eləyəsiniz və onun məsələn 100 qramında 500 kalori varsa da, sizin gündəlik tələbatınız əgər 2000 kaloriyə yaxındırsa da, siz məsələn fikirləşirsiniz ki, əşim mənim bunu yeməklə heç nə olmayacaq. Nəzərə alın ki, gündəlik 1000 kalorinizi artıq onunla almış olursunuz. Və o sizə hansı fayda gətirəcək və hansı zərər gətirəcək, onu tərəzinin bir hissə yerinə qoyun və ölçün. Və düşünürəm ki, siz orada görəcəksiniz ki, siz o 100-200 qramda tərəvəzdən aldığınız enerji dəyəri daha az olacaq, amma doyumluluq hissi çox olacaq. Nəinki sizin o 200 qram şirniyyatdan aldığınız enerji və faydadan. Ona görə də mütləq şəkildə etiketə baxarkən tək saxlanma müddətinə baxmayın. Yəni hamı saxlanma, mən qarışıq birinci saxlanma müddətinə baxırıq. Amma daha dərin şeylər də var da baxılmalı. Tərkibində nələr var? Hansı yağlar var? Hansı trans yağlar var? Nədən hazırlanıbdır? Mən bunu yesəm hansı faydası olacaq? Nə qədər emulgatorlar var tərkibində? Bütün hamısının, çünki emulgatorsuz bilirik ki, qida maddələri saxlanılmır. Və bunların nədir? Rəng göstəricisi var bunun, yəni tərkibində olan yağların göstəricisi var. Bütün onların hamısını ümumilikdə, yəni normal vəziyyətdə oxuyub və adicə yumurtanın üzərində kodlar var. Bəli. Biz o kodla bilə bilərik ki, bu hansıdır? Təbii yumurtadır, o birisidir. Yəni bizim əhəmiyyət vermədiyimiz bəzi şeylər var ki, onları artıq düşünürəm ki, öyrənməyin vaxtıdır. Tamamilə yağlardan imtina etsək arıqlamaq mümkündürmü? Tamamilə yağdan Nifrət hissinə Samirə xanım baxdı. Bilirsiniz niyə? Niyə verdim bu sualı? Çünki bu sualı əslində mən özüm də, yəni anlayıram ki, bu qeyri-mümkündür. Amma siz də bilirsiniz ki, sosial mediada belə bir axın olur, insanlar bu formada suallar verir və elə onların dili ilə bəziyib düzəmədən sərt bir şəkildə bu sualın özünü verdim ki, bəli, cavabınız.
Çünki yağ sizin beyninizin fəaliyyəti və birinci növbədə hormonal statusunuz üçün mütləq şəkildə vacibdir. Çünki, yəni bu qadınlara aiddir. Zamanla klimaksa girməyə qədər gətirib çıxarda bilər sizi. Yəni siz mütləq şəkildə vitamin Y lazımdır sizin orqanizminizin. Cavan qalmaq istəyirsinizsə, dərinizin gözəl olmağını istəyirsinizsə də, saçlarınızın tökülməməyini istəyirsinizsə də, yəni hər bir şeyin əsasında bu yağlar dayanıbdır. Hansı yağlardan istifadə etməlisiniz? Artıq o bir başqa bir mövzudur. Yəni mütləq şəkildə omega 3, omega 6 yağları olmalıdır. Bu sizin üçün çox vacibdir. Yəni bunlar olmasa siz cavan qalmayacaq, üzünüz də qırışlaşacaq, dəriniz də quruyacaq, yəni dırnaqlarınızda da problem yaşayacaqsınız. Yəni deyirəm, yəni hamı elə bilir ki, yağlar kökəlmək. Xeyr, kökəlməyə səbəb olan yağ enerji mənbəyidir. Bəli, razılaşıram. Deyirəm ki, mütləq şəkildə müəyyən bir qramını ilə yeməlisiniz. Amma sizin bundan əlavə, yəni mütləq şəkildə kərə yağı mən məsləhət görürəm ki, yeyin. Çünki orada artıq yəni heç nəyə uğramamış hazır vitamin Y-viz var sizin. Amma əsl yağ yeyin, yəni kənd yağı yeyin, təbii cəhətdən normal yağ yeyin. Fikir verin ki, qızartmaya hansı yağlar gedir? Bitki yağları hansılardır? Bitki yağlarında hal-hazırda qızartma çox məsləhət görülmür. Çünki müəyyən bir temperaturdan sonra orada lazım olmayan maddələr əmələ gəlir. Amma siz onu salata əlavə edəndə həzmin bir balaca və onun tərkibindəki olan vitaminlərin mənimsənilməsi salatın tərkibində sizə daha asan olacaqdır. Yəni yağı götürəcəksiniz, zeytun yağının tərkibində, kim nəsə kətan toxumu yağından, bu üzüm çərdəyinin yağı ola bilər. Yəni mütləqdir. Yəni burada emal olunmur da. Yəni siz necə yeyirsinizsə də orqanizmdən bir o qədər də yaxşı mənimsənilməsi daha rahat olacaqdır. Hamısı bunun şərtdir. Amma yağ, arqain, biz yenə dedik, sizin boşqabınız, gündəlik rasionunuzun 25%-ni yağlar təşkil etməlidir, 25%-ni zülal təşkil etməlidir, 45-50%-ni, yəni bu ideal bir göstəricidir. Düzdür, cürə keto diyetalar var, aralıq dənizi diyetası var, müxtəlif diyetalar var. Amma düşünürəm ki, ən optimal diyeta, hər kəsin bir düşüncə tərzi var. Mənim üçün budur. Axşam 6-dan sonra yeməmək, belə deyim də, bu bir qaydadırmı və bu qayda işləyirmi? Axşam 6-dan sonra yeməmək qaydasına bir balaca yenə aydınlıq gətirəcəm. Məsələ yatmağınıza 3 saat qalmış yeməyin tamamlanmasıdır. Yəni orqanizm həzm eləyir, proses yəni ləngimir, orqanizm tam onu mənimsələyir və siz gedirsiniz yatmağa. Mən necə deyə bilərəm ki, saat 6-dan sonra yemək, əgər bu insan saat 7-də evə gəlib çatırsa da. Yox, indi gəlin bir optimal bir variant fikirləşək. Bu adam saat 7-də evə çatır. Saat 10-da, bəli, biz deyirik ki, tez yatmaq lazımdır. Saat 10-11 arası deyirik ki, mütləq şəkildə yatmaq lazımdır. 10-11 arası götürürəmsə də 3 saat qalmış, kimdə saat 7-yə düşəcək, kimdə saat 8-ə düşəcək. Bu yazığı 6-dan deyəndə ki, yemə. Bəzi deyir, mən 5-dən sonra yemirəm, özümü çox rahat hiss edirəm. Bəli, 5 saatda yeyirsən, saat 8-də sənin orqanizmin onsuz da yemək istəyəcək. O sizə nəyisə tələb eləyəcək. Bir də var ki, niyə görə ki, deyirik ki, yeyin, 3 saatdan sonra gedin yatın. Çünki 3 saatdan sonra bu aclıq hissi gələnə qədər siz artıq... 6-da yeyən insan baxır saat 9-u qaçdım yatmağa, yoxsa acacam. Bəli, yəni bu orqanizmin fizioloji prosesidir. Niyə incidəsiniz ki, öz orqanizminizi? Bəs doğrudurmu meyvələr axşam yemək olmaz? Bəli, biz deyirik ki, meyvəni yemək olmaz, amma ki, yemək rasionunuzda ola bilər ki, yəni o 3 saat qalmış söhbətində siz meyvədən salatda istifadə edə bilərsiniz. Biz deyirik ki, çox tükətməyin. Yəni qlukozasız çox olan meyvələrdən çox tükətməyin. Amma siz yemək yeyən vaxtda, məsələn, axır vaxtlar mən görürəm ki, adi kələm salatını düzəldirəm, onun tərkibinə almanı doğrayıb atırırsınız, çox dadlı olur. Limon da biraz da üzərinə sıxanda. Yəni adam var ki, meyvə ilə salatı xoşlayır. Hərənin bir zövqü vardır. Sadəcə bərk meyvələrdən, yəni gec həzm olunan meyvələrdən, yəni almadır, bərk alma növləridir. Yəni müxtəlif meyvələrdən istifadə edə bilərsiniz.
Siz məsələn bütün günü meyvə tükətməmisiniz və siz fikirləşirsiniz ki, heç bir vitaminlərimiz bilirik ki, çoxu meyvələrin tərkibindədir və çox adam deyir ki, siz bilirsiniz axırki vaxtlar müəyyən olunub ki, meyvələri yemək çox ziyanlıdır və bu məni çox təəccübləndirir. Həddindən artıq çox təəccübləndirir. İş aralara gedir, çıxır artıq. Bəli, iş aralara çıxır və insanlar özlərini tükətməyə çalışırlar və sonra və maraqlanırlar ki, bu problemlər görə məndə niyə görə əmələ gəldi? Yəni problemlər sizin yediyiniz qidanın, siz demişkən, nə yeyirsinizsə də odur. İnsan özü odur, orqanizma odur. Və siz bu adam meyvə yeməyibsə də, mən deyim ki, axşam da gələndə meyvə yemə. O olmur. Amma az miqdarda, bilirsiniz niyə, nə qədər çox meyvə yeyəcəksiniz, axşam şişkinlik hissi olacaq, hormonal sistemimizə təsir göstərəcək. Yəni biz deyirik ki, insulinin yatızdırılmağına səbəb olur, insulin olacaqsa da somatoterapin hormonu ifraz olunmayacaq. Yəni bütün bunları biz əlaqələndiririk. Amma yenə deyirəm, miqdar az olanda yeməyi daxilində, salatların tərkibində yeyə bilərsiniz. Samir xanım, superfood dediyimiz bu məhsullar həqiqətən də bizi daha sağlam edir. Düşünürəm ki, bəli, superfood adını ona görə veriblər ki, qida maddələri ilə, yağlarla çox zəngindir və əsas superfood deyəndə yəqin ki, hamı avokadonu nəzərdə tutur, toxumları nəzərdə tuturuq, balıqların bəzi növlərini nəzərdə tuturuq bu superfood. Bəli, omega yağları ilə zəngin olduğu üçün, orqanizmə gətirəcək faydaları daha çox olduğu üçün, sinklə maqneziumla daha zəngin olduğu üçün, bəli, bunların adına superfood adları verilibdir. Amma yenə deyirəm ki, məsələn, damaq zövqü birincidir. İkincisi, maddi durumu çox əhəmiyyətlidir. Yəni, tək-tək adamlar olacaq ki, deyim ki, gündəlik avokadonu alıb, çünki avokado bizim ölkədə yetişmir, hardansa gəlir və çox bahadır. Və məcbur deyil ki, o avokadonu tükədəsiniz. Yəni, avokadoya alternativ olan toxumlar var. Yəni, bu balqabaq toxumu ola bilər, chia toxumu ola bilər, müxtəlif toxumlar vardır ki, siz eyni ilə onu qəbul edəndə, salatların üzərinə əlavə edəndə həminki yağları və nəticəni əldə edəcəksiniz. 055 93 490 93 bizim WhatsApp nömrəmizdir dostlar. Sizin də suallarınız varsa, çox az bir zamanımız qalıb, suallarınızı yazıb göndərə bilərsiniz. Qadınlarla kişilərin qidalanmasında fərq varmı Samirə xanım? Əlbəttə ki, var. Kişilərlə qadınların orqanizmləri eyni deyildir, hormonal statusları eyni deyildir. Kişilər daha çox enerji sərf edirlər qadınlara nisbətən, baxmayaraq ki, biz bütün günü hərəkətdəyik, amma onların da fiziki aktivliyi var, onların da əzələləri var və o əzələlərin inkişafı üçün də yəni enerji lazımdır və ondan da əlavə qadınların hormonal statusunda aylıq qan itirmə prosesləri vardır ki, ona görə də qadınların kişilərə nisbətən dəmirə, mineral maddələrə daha çox ehtiyacı vardır kişilərdən fərqli olaraq. Ona görə də onların qidalanmasında yəni fərq var. Qida tərtib edərkən də biz daha bol balanslı kişilərə yəni enerji cəhətdən daha çox balansı olan qidalar edirik və orqanizm müxtəlifdir deyə, yəni qadınların da daha çox nəyə tələbası varsa, hormonal statusun saxlanması üçün, estrogenlərin fəaliyyəti üçün, yağların olması, yəni düzdür, hormonlar kişilərdə də var, yəni onlarda da testosteronun inkişafı üçün, yəni normal fəaliyyəti üçün olan qidalar vardır və biz fərqli-fərqli qida sistemləri yazırıq. Yaş artdıqca qidalanma ehtiyaclarımız dəyişirmi? Əlbəttə ki, dəyişəcək. Birinci maddələr mübadiləsi artıq zəifləyir. Cavan uşaqla, adi uşaqla, bizim yaşlarımızda və bizdən böyük olan insanların enerji tələbatı, həzm sistemi müxtəlifdir. Sürət azaldığına görə daha yüngül qidalara istifadə olunacaqdır. Mənimsənilmək daha zəifləyir. Yəni daha çox balanslı qidalarla qidalanmalıdır. Daha yüngül qidalarla qidalanmalıdır, çünki ağırlıq hissi daha çox yaşlılar müşahidə edirlər. Yəni proses ləngiyir. Və proses ləngidikcə də yaşlarımızda görürük də. Yəni deyir, mən əvvəlki kimi yeyə bilmirəm. Mən ona görə deyirəm, hələ ki cavansınız, yeyin. Onsuz da zamanla siz diyeta saxlamaq məcburiyyətində qalacaqsınız. Yəni hansı qidalardan imtina edəcəksiniz. Kimisi deyir ki, məsələn, mən əti əvvəlki kimi, kabab mənə ağırlıq gətirir. Yaşlı adamlar çox vaxt kababdan imtina edirlər. Çünki həzm prosesi artıq əvvəlki kimi sürətli getmir. Bütün proses ləngiyir və onlar daha yüngül qidalardan, daha və
biz də yazdıqda daha balanslı qidalar yazırıq ki, tez mənimsənilsin və yüngül olsun ki, o həzm prosesi düzgün getsin. Samirə xanım, çox sağ olun, çox təşəkkür edirəm. Həqiqətən də bugünkü mövzumuz maraqlı idi. Onu biraz daha belə deyim, siz maraqlı etdiniz, verdiyiniz bilgilərlə və bizimlə bölüşdüyünüz bütün məlumatlarla. Amma son olaraq istərdim ki, biz bu gün sağlam qidalanmanın sirlərindən danışdıq. Yekunlaşdırsaq mövzumuzu və belə deyim də müəyyən punktlara bölsək və ya da sadalasaq, bizim üçün qısa bir şəkildə sağlam qidalanmanın sirləri, məsələn, 5 əsas sirri. 5 əsas sirri fikirləşirəm ki, birinci növbədə balanslı olmalıdır. Rasionumuz zəngin olmalıdır. Yediyimiz qidaların keyfiyyətinə baxmalıyıq. Kəmiyyətinə baxmalıyıq və sağlam boşqab prinsipinə əməl etməliyik. Boşqabımızın yarısı lifli qidalar, yəni lifli deyəndikdə salatlar, karbohidratları nəzərdə tuturam. 25% boşqabımızın 25% yox, 4-dən 1-i zülallar, bu yumurtadır, olmalıdır, ət məhsulları ola bilər və mütləq şəkildə 4-dən 1% isə bərk lifli qidalar olmalıdır. Bir dinləyicimiz də son olaraq bir sual yazıb, istərdim onun sualını səsləndirəm. Düzdür, tam aydın bir şəkildə 35-20 nömrəli dinləyicimiz daha aydın yazsa sualı gözəl olardı. Salam, mən qidaya necə riayət etməliyəm deyə belə bir sual ünvanlayıb. Bəlkə də qida rejimini nəzərdə tutur. Buna indi nə formada cavab vermək olar, Samirə xanım, buyurun. Biz günə başlayanda hər işimizi planlaşdırırıq. Deyirik ki, buradan bura getməliyəm, bunu eləməliyəm, işə getməliyəm, işdən çıxıb falan problemim, onu həll gününüzün də qidalanmasını əvvəlcədən gün ərzində qidalanmamızı mütləq şəkildə planlaşdırın. Səhər saat yeməyimi bu vaxt yeməliyəm. Çünki sizin əgər zamanla, saatla yesəniz, planlaşdırsanız və siz zamanla sizin mədə şirəvizə düzgün ifraz olunacaq, orqanizma da düzgün onu həzm etməyə çalışacaq və balanslaşdırılmış şəkildə eyni bir saatda mütləq şəkildə yeməyə çalışın. Çox təşəkkür edirəm Samirə xanım, minnətdaram sizə. Dostlar, bugünlük bizdən bu qədər və sağlam qalmağın yollarını qonağımız Samirə xanım bizə izah etdi. Həkim biokimyaçı Andop məzunu Samirə Rızayeva bugün bizim qonağımız idi. Siz də unutmayın dostlar, bəzən sağlamlıq mətbəxdə deyil, düşüncədə başlayır. İlk olaraq düşüncəmizi dəyişək. Özünüzdən müğayət olun, sağlamlığınızdan müğayət olun və ən əsası odur ki, 93 FM-də qalın dostlar.